Sizdən ödəniş kartınız haqqında məlumatları istəsələr, nə etməlisiniz? Əgər kimsə sizə bank adından zəng edərək və ya sosial şəbəkələr vasitəsilə yazaraq ödəniş kartınızın məlumatlarını istəyirsə, bilin ki, dələduzluq riski ilə üzləşmisiniz. Çünki banklar heç bir halda telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması üçün kart sahiblərinə müraciət etmirlər. Ödəniş kartının üzərində olan 16 rəqəmli nömrəni, ödəniş kartının son bitmə tarixini, 3 rəqəmli kodu, SMS məlumatlandırma əsasında əldə etdiyiniz bir dəfəlik şifrəni digər şəxslərə təqdim etməyin. Bu halda itirilən vəsaitinizi geri qaytarmaq mümkün olmayacaq. Yaxşı olar ki, belə hallarda dərhal ödəniş kartınızın üzərindəki telefon nömrələri ilə əlaqə saxlayasınız. Kiçik biznes üçün böyük imkanlar. ABB bizi yükləyin, yükünüz yüngülləşsin. Anında kredit, e-mühasibim, mobil POS, QR ödənişlərin qəbulu, onlayn müştəri meneceri, ödənişlər, köçürmələr. ABB biz. Biznesinizə xidmət bizlikdir.